Testosteron hormonu həm kişilərdə, həm qadınlarda rast gəlinən hormondur. Lakin qadınlarda bunun səviyyəsi kişilərə nisbətən 10 dəfə azdır. Amma buna baxmayaraq, qadın orqanizmində testosteron çox mühüm rol oynayır. Testosteron hormonu qadınlardan əzələ kütləsinin qorunması, sümük sağlamlığına, əhval-ruhiyyəyə, həyat keyfiyyətinin artmasına, yağ metabolizmasının güclənməsində və s. əsas rol oynayır. Testosteron hormonunun artıqlığı bədənin müxtəlif nahiyələrində tüklənməyə, akneyə səbəb olduğu kimi, testosteron hormonunun səviyyələrinin çox aşağı olmağı, xroniki halsızlıq, yorğunluq, əzələ kütləsinin zəifləməyi, sümük tamlığının pozulmasına səbəb olur. Menopoz dönəmində və yaşlanma müddətində testosteron hormonlarının səviyyəsinin aşağı olması cinsi istəksizliyə, vaginal quruluğa, əzələ kütləsinin itməyinə səbəb olur. Buna görə də qadınlarda testosteronun səviyyəsinin balanslı olması ümumi sağlamlıq və həyat keyfiyyəti üçün çox vacibdir.